6 ay qabaq bu evdə qəlb xəstəsi olan kim? Allah qorusun. Ay Allah. Ağ paltarda üstü qanlı bir xanım dayanıb Hamınıza yeni bir videodan salam sizlərim. Kanalıma və videoma hamınız xoş gəlmisiniz. Bugün sizlərlə bərabər sizdən gələn yeni yaşadığınız qorxulu hadisələri oxuyacağıq və birlikdə qorxacağıq. Mən bir neçə saat əvvəl video paylaşdım. Hardasa bundan 3-4 saat əvvəlki qorxulu hekayələrinizi yazan video çəkəcəm. Və 67 like, 53 yorum gəlib. Və çox heyecanlıyam. Heç bir yorumu oxumadım, amma gördüyüm ki, çox uzun belə hekayələr falan yazmışsınız. Oxumaq üçün indi səbirsizlənirəm. İndi isə başlayaq, oxuyaq. Ən çox like alan video. Tamam, oxumağa başlayaq. Bir dəfə biz evdə idik. Axşam biz digər otaqda olanda mətbəxdən nəyisə düşdü yerə. Biz də eləcə getdik, baxaq, bir də gördük ki, heç nə yoxdur yerdə. Bir də biz yenidən təlaşlı qayıtdıq otağa və sonra isə yenidən düşmə səsi gəldi. Biz qorxub axşam çölə çıxdıq. Eyni səslər 2-3 dəfə gəlməyə başladı. Sonra isə səs getdi, artıq anamgil, nənəm və atam gəldi. Biz, yəni bacım mən danışdıq olanları, amma ona inanmadı və mən o gün olanları hər gün yuxuda görürəm. Videoda adımı deyərsən Raya və Yağmur sevirsən. Siz də sevirsiniz. Nəsə elə səs gəldi deyəsən mətbəxdən. Çox qorxunçdur. Uşaqlar, sizə bir şey deyim. Mən bir dəfə hardasa 9 falan yaşım olardı. O vaxt heç totu da yox idi. Bir gün evdə tək qalmışdım və mal kimi bütün evin işıqlarını söndürüb, bir də öz otağımın işıq yanığı idi. Orada oturub bir telefona baxırdım. Yox, dərsdə işləyirdim. Dərsim bitmişdi, yəni getdim telefona baxmağa. Bir belə səs gəlir evdən. Bir qıcırdama səs gəlir, addım səs gəlir, nəsə. Mətbəxdən də nəsə belə səslər gəlir. Sonra çox qorxmağa başladım. Mən çox belə qorxan insanım da, evdə tək qalım. Normalda bütün işıqları açıram. Amma o vaxtda açmamışdım. Belə çox qorxdum. Neysə, sonra dedim, belə işığı da yandıra bilmirəm. Axı qaranlıqdır, görmürəm işığın şeyə hardadır. Görə bilmirəm. Belə yandırsam arxam qaranlıq qalacaq. Neysə, başa düşdünüzsə. Sonra belə yüksək səslə mahnı qoydum ki, belə o səsləri eşitməyim. O səslər gəldikcə, o qıcırdama səslər, belə baxırdım, o tərəfdə qaranlıq idi də, axşam vaxtları idi. Sonra nəsə səslər çoxaldı, heç nə olmadı. Getdim qaça-qaça işıqlar yandırdım, mamamı nə qədər zəng edirəm, anama zəng edirəm, atama zəng edirəm, deyəm, tez gəlin evə, ağlayıram, nə qədər ağlamışdım. Və ondan sonra tövbə oldu. Bütün evi, yəni evin işıqlarını yandırıram tək qalanda. Yəni bir də artıq şeylərdən qorxmuram. Çünki uşaqlar bilirsiniz nə edirəm. Bütün evin işıqlarını yandırıram və musiqi qoşuram, rəqs edirəm Totu ilə də. Və evdə də daha tək qalmıram da Totu var. Nəsə bir səs gələndə düşünürəm ki, elə Totunun ayaq səsidir də, ona görə də heç qorxmuram. Heç də başqasının səsi var, onun Totunun səsi deyirəm. Bu arada çöpstik tutmağı bilmirəm. Amma yenə də çöpstiklə yeyirəm. Çünki I'm just a girl. Artıda. Azı istiyorddur ben. Neyse, gecə o birinə. Bir dəfə mən nənəmcə getmişdim və nənəm məscidə getmişdim və mən evdə təkcə qalmışdım və mən telefonda sənin videolarına baxanda kimsə qapını döydü və mənim nənəmin qapısı açıq idi. Və mən o dəqiqə gedib baxdım ki, qapıda heç kim durmayıb. Qorxulu hekayəmizə hər sevirsən aşıq. Bu çox uzun yazıb. Durun belə aşağı gedək. Qorxulu hekayəmizə zəhər sevirsən aşıq. Siz də sevilirsiniz. Hadisə keçən yeri biz kuzenlərimlə kəndə getdik. Yaş aralığı 19, 18, 11, 12, 12, 11. Bir də 6 yaş kənddə evimiz olmadığı üçün təzə bir ev kiraladıq və ev 2 qatlı idi. Birinci qat depo idi. Biz kuzenlərlə yer olmadığı üçün depoda yatdıq.
6 yaşındakı bacım isə nənəmcilən. Sonra biz saat 3-ə kimi qorxu filminə baxdıq. 15 yaşındakı oğlan kuzenim ayaqqabılı da əzini yemək istədiyini dedi. Getdi 5-10 dəqiqə gəlmədi. Dəfə olduğu üçün yandıracaq işıq yox idi. Ev çox sakit bir ev idi. Kənddəkilər bu evin çox sakit və təmiz olduğunu deyirdilər. Biz qızlar buna qorxmuşduq. Sonra qapımızdan qarartı keçdi. Həqiqətən. Uşaq bizdə də qarartı keçir, amma burada nəsə balkona işıq falan düşür. Mən də əvvəldə qorxurdum, amma sonra öyrəndim ki, oradan işıq düşür. Çox qorxurdum. Nəysə, 5-10 dəqiqə harda qalmış? Sonra qapımızdan qarartı keçdi həqiqətən. Bu qarartı uzun boy bir qarartı idi. 15 yaşındakı kuzenimiz də bu boylarda olardı. Ay qorxdum, mən nə bu şey qorxdum mən. Sonra biz qızlar qorxduq, amma yuxarıdakı oyanmasın deyə qışqıra bilmədik. Nəysə, kuzenimiz gəldi və o qarartında olmadığını dedi. Biz yata bilmədik və saat 5:34-dən bu qarartını yeridən gördük. Səhərsi gün bunları nənəmizə dedik. Qonşuların dediyinə görə bunun... Ay, Rəbbim oxuyacam. Ay, çox qorxdum. Bunun 6 ay qabaq bu evdə qəlb xəstəsi olan və 2 ay ömrü qalan bir kişi yaşaymış və qəlb acısı seçib ölməkdənsə özünü öldürüb. Bizim yatdığımız otaqda qonşuları onu ölü tapıb və 5 gün ölü burada qalıb və onun ruhunun da burada olduğu deyilir. Biz bunu nənəmiz qonşular danışanda eşitdik, gəldiyimiz gündə Bakıya qayıtdıq. Sevdirsən. Ay, çox qorxdum. Qəlbim küp atır. Çox qorxulu idi doğrudan da. Niyə öz-özünü öldürürsən ki, məsələn? Ay da, qorxulum. Mən bir dəfə dayımgildə idim, gecə idi. Dayım qızım, bu hekayələr ancaq biri-birində qalanda olur deyəsəm. Mən bir dəfə dayımgildə idim, gecə idi. Dayım qızı, dayım oğlu, bir də mən pəncərədən çölə baxdıq. Başı ilə üstünə çölə baxırsınız ki, pəncərədən. Mənim sorğulama səviyyəm. Bir də mən pəncərədən çölə baxdı, başı ilə üstündə ağ insan var idi. Nətə, baseynə mən elə bildim başın. Baseynə havuzda, havuz. Üstündə, deyəsən baseynə havuzdur da. Üstündə ağ insan var idi. Biz qışqırdıq, dayım gəlib, dedi, nə olub qışqırsın. Bir dedik, dayı baseyin üstündə nəsə var, deməlinkisi bu qədər. Ay da, ağ insan nətər idi, ruh kimi. Ay, cin kimi. Ay da, elə bildim, bir mənə toxunur. Bal haqqı. Ay da, necə qorxdum. Elə bir biri mənə sıxalladı, elə totunun tükü kimi bir şey toxundadı mən. Allahım. Neyse. Sonra o birisine keçək. İş məmkində oxuyursan, təbii ki oxuyaram. Bir gün mən və dayım uşaqları, bu hekayələr ancaq dayılarla, nənələrlə olur deyəsən. Bir gün mən dayım uşaqları, dayım cildi qaranlıq otaqda Charlie. Uşaq, bir arada Charlie bilirsinizsə nə deməli? Belə yes, no yazırlar. 4 dənə toplamda, 2 dənə yes, 2 dənə no. Və 2 dənə karandaş qoyurlar, birini düz, birini belə. Sonra nəsə suallar soruşdular. Məsələn, deyirlər ki, burada cin var. O karandaşın ucu yesə getsə deməli var. Noya getsə yoxdur. Bir dəqiqə, noya getsə nətər gedir o karandaşa? Nə bilim. Neysə, Charlie işte yazmışam, oynayırdık və Charlie deyə çağırdık. Və yox olur, düşdü. Yox olur, həyə düşdüm. Hər kəs and içi üfürmədi. Sonra dedi ki, başqa oyun oynayaq. Saat 21:00 idi. Otaqda oynayırdıq. Birdən sağlam bir ayna yerə düşərək qırıldı. Düşdü, ön qapı öz-özünə bağlandı. Biz çox qorxduq. Ayna bir dəqiqə divardan düşdü, yoxsa neysə üstündən düşdü. Bəlkə çörək var idi. Yəni ki, çörək aynanı açıb, sonra qapını örtürdüm. Məncə çörək var idi. Neysə, sonra o birisinə gedək. Bir dəfə gecə su içməyə getdim. Birdən tappıltı səs gəldi. Sonra tərəfə baxdım, birdən arxamda döndü. Dönəndə arxamda cinlər var idi. Qorxdum və onu qışqırdım. Məsələn, cinlər gördün.
Bəlkə yuxu görmüsən. Nətər cinlər görə bilirsən? Axı cinlər mən bilən görməz də. Bilməm, bəlkə yanın alsan nəsə görmüsən? Yəni cinlər görməzdi mən bilən, yoxsa inanardım mən. Amma cinlər məncə görməzdi. Neysə. Sonra hadisə bir dəfə gecə uşaqlarla həyətdə oynayırdıq. Hadisə saat 10-11 olardı. 10-11-ə qədər oynayırsınız. Sonra axlımıza cin çağırma oyunu gəldi. Dedi ki, əgər cin varsansa bir işarət ver. Çöldə cin olar. Axı həyətdə oynayırsınızsa, gedin evdə çağırın. Neysə. Əgər cin varsansa bir işarət ver. Bir də gördükcə həyatımızdakı yenilik durmadan yenilənməyə başladı. Allahım. Çok korktum. Bu çok korkuntuydu. Sonra o bir hikayemiz ki size hoş olsun okuyayım. Bir akşam biz yatmıştık. Sonra durdum için su içim. Sonra yatağıma uzandıqda mənə iğnə batmışdı. Kimsə bizə cadu eləmişdi. Sonra yatarkən o gündən bəri pis yuxular görməyə başladım. Sonra bizim şkafda tikili qadın bezi var idi. Bunu götürmüşdüm və çox görmüşdüm. Tez anama onları atdıq və evin hər yerini sikəli suyla yuduq və rahatladıq. Bu cadu məhəbbət həddə var. Mən heç həyatımda cadu görmüşəm, amma bizim evimizdə yox. Çox fərqli cadular var və o cadular həqiqətən də işə yarayır və deyirlər ki, doğrudan sirkəli su ilə yuyanda olur. O tikili qadın bezində məhəbbətini bilirəm mənim. O cadunu. Mən heç vaxt cadu eləmərəm. Çox qorxuram, özüm çox qorxuram. İnşallah bu cadu eləyənlərin Allah bəlasını verir. Neysə. Niyə cadu edirsiniz? Allahdan qorxmursunuz. Neysə, öbürsünü oxuyalım. Bir dəfə Edith tək idim və evləri yığışdıraraq dostumla görüntülü danışırdıq və bir neçə dəqiqə sonra zənci bağladıq. Ondan 20 saniyə sonra qapı çox sərt döyülməyə başladı. Və mən açmağa qorxdum. Neçə dəfə təmkinlə səslə dedim ki, kimdir? Heç kim səs çıxartmadı. Birinci ev bildim ki, evimizə yaxın olan dostlarımdım. Onların hər biri görüntü zəng elədim. Hamısı evində idim. Mən dostlarımla görüntü zəng edən arada qapı elə də döyülürdü. Mən çox qorxub ağlamağa başladım. Evimizə yaxın olan dostum qaça-qaça yanıma gəldi. Və səs dostum gəldiyi anda getdi. İndi bu hikayəm sizə çox qorxu gələ bilməz. Amma mən həqiqətən də çox qorxmuşdum. Bu hadisə bundan bir il qabaq olan hadisədir və mən indi də evdə günortaya qədər tək qalam. Məcburiyyətdən və ona qədər evə yığışdıram və belə hadisə yadıma düşməsin deyə televizoru həmişə açıq qoyuram və telefonumun səsini ucaldıram ki, qorxmayım. Amma nə də olsa biraz canıma qorxu düşür. Zəhra bu arada videoları çox bəyənərəm. Abunəyə və yorumumu da videoya qoya bilərsən. Bir də adını seçə bilərsən. Nərgiz. Nərgiz çox sağ ol birəyim. Doğrudan uşaqlar, mənim dediyim kimi də qapıda kimdir, soruşam kimdir. Deyəsən qapının dəlili yox idi də, deyəsən sən yoxsa baxardın. Ay doğum, ay dədəmcən. Cinlər qapını döyür, tık. Ay görürsən qapını atsan nə olardı? Əgər o cin idisən. Onu da cin deyil axı, cin nətər döyər qapını verir, tık. Ay da qapını atsan nə olardı görürsən, amma açmayın ha. Açmayın. Tanımadığınız adamların birinci soruşun ki, kimdir, yoxsa deşikdən baxın. Açmayın bax. Sonra cinlər sizə ya da oğurlar belə tık edirlər sizə. Neysə, sonra o birisini dirək. Bir dəfə evimizin həyatından cadu tapdığı. Cadunu tapandan sonra biraz qorxdum. Axşam yatmağa girəndə evdən gülmək səslər gəlirdi. Onu çox qorxmuşdum. Evdəkilər və mən səhər kimi yata bilməmişdim. Evdə şər də eşitdi. Allah bu cadu eləyənlərin Allah belasını versin. Niyə cadu eləyirsiniz ha? Nəysə, keçə o birisini keyfim pozuluyam Allah. Salam. Sevilirsən ki, növbədə. Siz də sevilmişsiniz. Bir gün evdə oturmuşdum və tək idim. Bu bütün hadisələrdə də elə tək olanda olur. Bir gün evdə oturmuşdum və tək idim. Birdən qapı açıldı. Səs gəldi. Əslində həmişə belə səslər gəldi və mən çox alış etmirdim. Amma o gün bu səs çox qüvvətli idi. Allah qorxdu. Ay Allah. Ay da.
açmasa heç olmaz. Ay da, nə qapı açmasına qorxum. Ay da, neysə. O bir oxuya heç kim yox idi. Daha sonra mən otağıma keçdim və qapımı örtdüm. Birdən otağımın qapısı çox bərk döyməyə başladı. Sonra mən dua oxumağa başladım və sonra səs getdim. Hə, aşağıda bir də belə şeylər yaşayanda mütləq dua oxuyun. O işə yarayır. Ya da əzan səs açsın. İşə yarayır bunlar mütləq. Zəhram oxusun. Bir dəfə bacım gildəyəm, not bacım evidir. Və bacım uşağını yatıstıranda özü də yatıb qalmışdı. Sonra oyandı və gözünün qapağına qorxu şeylər gəldi. Və əlləri titrəməyə başladı. Digər gün bu hadisəni mən də yaşadım. Oxusan Zəhuşqum çox şadlarım. Hadisə həqiqidir. Ondan sonra yəqin bacının gelin evində şey vardı, cadu. Başqa açıqlaması yoxdur bunun. Həm bacın, həm də sən də yaşamsansa, mütləq o evdə cadu var. Evi gedin sirkəli su ilə yağladın, o başına bu başına şey deyin, cadunu tapın, sonra sirkəli su ilə yiyin evi. Geçəcəm. Neysə, keçək o birisinə. İlk gün o çox uzunduran. İlk öndə salam. Bir gün evdə tək idim. Qardaşlarım universitetdə, atam işdə, anam işdə idi. Sinif yoldaşlarımla görüntülü danışırdım. Çünki sıxılırdım. Birdən annem bir qərarla evdəki qapını kilitləmək qərarı aldım. Otağı yox, ev qapısını. Ev qapımızı kilitləmişsiniz uşaqlar. Ev qapımızı kilitli olmalıdır. Neysə. Çünki sinif yoldaşımla qorxu şeylərdən danışırdıq. Birdən padvaldan səs gəldi. Ürəyim düşdü, içimə qorxu bastı. Öz-özümə dedim ki, yəqin padvala pişik falan girib. Amma sonra gördü ki, bu pişik falan səsinə oxşamır. Evdə tək olduğumdan çox qorxmuşdum. Nə edəcəyimi bilmədim. Padvaldan ayaq səsləri gəlməyə davam edirdi. Çox qorxdum, amma 10 dəqiqə yağ falan səs gəlmədi. O hadisədən sonra bir dəfə də belə hadisə baş verdi. Mən evdə tək qalmaq sevdiyim üçün bu aydın atamın anama bir şey demədim. Çünki onlar bilsəydilər, bir də tək qalmaya icazə verməzdilər və məni nənəmcə aparardılar. Ona görə heç kimə demədim. Bu hadisəni bilirsən, biri mən, bir də sinif yoldaşım biri. Aramızda qalsın, bu adı səni çox sevirəm. Aramızda qalmışdı. Amma neysə, bir olmaz da. Sevirəm, yaxşı varsan, bir də ki, olar ki, mənə videoda paylaşanda kullanıcı adımın üzərini qaralaysın, yəni hesabın adı görməsin. Təbii ki, aşkım. Hə, kullanıcı adımı çəkmə, amma adımı desən sevinərəm. Adım Kəmalidir. Kəmali, çox sağ ol aşkım, yorumuna görə bizə danışdığın üçün adı səni. Neysə, sonra... Biz bir dəfə dostlarımla birlikdə oyun oynardıq. Birdən qapı döyüldü, açdıq. Mənim anamla atam idi. 2 saat sonra anam dedi, qapını aç gəlir. Sonra biz qorxmağa başladıq və evə gələnə kimdir deyə soruşdu. Sonra Məhəmməd adlı dostum tez evdən qaçaq dedi. Amma artıq çox gec idi. Bütün qapılar kilitli idi. Sonra işıqlar keçdi. İşıqlar yananda evdə heç kəs yox idi. Amma mənə bir şey maraqlı idi. Mənim anamla atam Fransada idi. Nəsə yəni? Mən isə başa düşmədim. Birinci deyir ki, anamla atam gəldi. Əgər anamla atam Fransada idisə, sən soruşmadın ki, sən Fransadaydın və niyə gəldin? İkincisi, o yenə deyir ki, qapını açıb gəlirik. Yəni, əgər Fransadasa da sənə tək deyə bilər, qapını açıb gəlirik. Bəlkə vədi satmadı bəlkə. Amma elə yaşamım səsi çox qorxuldum. Anamla atan gəlir. Məhəmməd dostun sözünə qulaq as. Qaçın evdən. Neysə, sonra başqa hekayəyə keçək. Biz tətildə qalmanın 3 gün 3 meşələrdə ev tutmuşduq. Həmin evin mənim otağım olan yerin pəncərəsi isə maşın qarajına baxırdı. İlk gün çox əyləndi. İkinci gün axşam yatanda pəncərəmin bağında həmin qarajda işıqlı bir şey gördüm. Gözə oxşardı. O gündə getdim bacımla yatdım, amma çox qorxdum. Xahiş edirəm birdən qoysun sənə. Mən də belə qorxulu bir şey olanda gedirəm anamla, atamla yatıram. Onda keçir nəsə qorxulu şey olanda. Uşaq vaxtda aşkımın oyuncaq almışdı. Basırsan oxuyurdudan sonra bir gün gecə idim. Hamı yatmışdı. Oyuncaq birdən öz-özünü oxumağa başladı. Mən görən kimi dayandım. Bu lanetli kokalardan deyil.
qorxunçdur. O kəsin lanetli kuklalardan. Kəsin. Demək bir gün evdə idik. Gecə idi, 6 idi. 6 səhər deyil. Neyse. Saat atam işe gedirdi. Düşəndə gördü ki, ağ paltarda üstü qanlı bir xanım dayanıb blokda soruşdu ki, kimsiz niyə girmişsiniz? Yəni ki, sonra qalxdı evə, qapını açarla bağladı. Sonra da atam görüb getdi. Amma çox uzaqlaşmadı. Sonra qonşumuz gedəndə tezdən blokda görüb arxasınca qaçırmış ki, blokdan çıxanda tez qaçıb tuta bilməyib. Nətər? Bir dəqiqə, mən başa düşmədim. Ağ paltarda üstü qanlı bir xanım dayanıb blokda. Hə, xanım dayanır, blokda soruşdu ki, yəqin atandan soruşur. Kimsiz niyə girmişsiniz? Yəni ki, sonra qalxdı evə, qapını açarla bağladı. Sonra da atamı görüb getdim, amma çox uzaqlaşmadım. Sonra qonşumuz gedəndə təzdən blokda görüb arxasınca qaçırmış ki, blokdan çıxanda tez qaçıb tuta bilməyib. Bu arada kimi tuta bilməyib, mən heç başa düşmədim. Bəlkə mafiya zatdı. Ay Allah, elə birini görsəm, üstü qanlı. Heç başa düşmədim, amma çox qorxuducu bir şeydir. Adını oxumasını sevinərəm. Bir gün kitab sərgisi var idi deyə kitab sərgisinə getdim. O gün anam mənə dedi ki, bacını da al. Biz 3 saat evdə olmayacağıq. Mən də dedim, yaxşı. Getdim kitabları seçdim, sonra evə keçdik. Amma bacım gedərək abur-cubur alaq, sonra seçim birə baxarıq dedim. Mən ən birinci balaca dedə icazə vermədim. Sonra israrla mənə razılaşdırdım. Getdik Xoşbeş, Lays, Ice, Adikta, Jelibon kimi şeylər alıb evə getməyə başladıq. Bizim məhəllədə narkomanlar arkadaşlar var. Ona görə qorxdu ki, biz onlardan biz gedəndə 34 yaşlı bir dənə arkadaş bizə paketdə nəsə var, nəsə verdi. Sonra bu yerə gələrsiniz sabah dedim. Mən də xeyr, olar ki dedim. Sonra açım kağız getdik, evə sitini açdıq. Yarısına gəlmişdi ki, qapı vuruldu. Mən getdim, açdım. O adam əlləri mənim ağzımı tutdu, tüpürdüm əlinə. İkiyə keçsin, sonra ayağımı onun qarnına sərtcə vurdum. Pərcanın o dəmir yeri var ya, ona dəydi başı. Bir də gəlmədi. Mən də anama dedim, anam polisi şikayətçi oldu. 46 günlüğüne həbsxanada qalacaq. Amma bu olay mayın 21-də olub, 25-dən 2025-də. Zəhmət desə oxuyarsın, əllərim qopdu. Ay, demək şok qaldım. Bəs necə o arkadaşı soruşardım da kimlə aşığım. Yəni, onu atmazdım qapını. Soruşardım kimlə səs gəlməsi atmazdım. Yəni, səs gəlsə də yenə atmazdım. Aydan. Bu arada mayın 21-i mənim ad günümdən bir gün qabaq olub. Məncə, oha, ya çoxdur bu. Salam Zəhür, sən 2 aylıq planlarım, hər neysə. Anım budur ki, bir dəfə Bakıya qoxumuz geri getmişdim. Biz də darıxırdıq. Birdən tanımadığımız binalara gedib qapılarını döyüb qaçacaqdıq. Ancaq getdiyimiz yer çiri və xarabalık idi. Buna görə dedik ki, burada yaşlılar olardı. 2-3 qapı döyəndən sonra birdən görür ki, divarlar tık-tık edir. Amma Meysan tərəfindən edildiyi bariz bilinirdi. Qohumun dedi ki, kim isə Morse əlifbası ilə nəsə demək istəyir. Deyim ki, bu mənasızdır. Axı kim istəyəcəsi eləyər ki, sonra evi getdi, sabahsı gün yenə o getdi. Amma gecə yatmadan önce Morse əlifbasını araşdırdıq. Eyni yerdə bir 5-10 dəqiqə gözlədik. Sonra yenə eyni şeylər təkrarlandı. Biz Google'dan baxanda çıxan söz bizim düşənimiz dişən etdi. O söz kömək ya da ölüm kimi çıxırdı. Biz tez qaçdıq. Sonra o binanın SSR'də tərk edildiyi öyrənəndə gecə gözümüzə yuxu getmədi. Biz dedik ki, uşaq falan da bizim kimi gəlib mırtdaşır. Amma səs gələn yeri gedəndən sonra o yerdə heç kim olmadığını gördük. Sonra yenə səs gəldi. Amma telefon almamışdık yanımıza. Ona görə çevirə bilmədik. Bir də nə olsun, bu binanın üstündə dam var. Damın üstündə yarıq var. Quşlar oraya girib dindiyindən səs çıxarılmış. Amma o ölüm və kömə sözü məni şoka saldı. Bir dəfə dostum gələcəkdən və çıxdım. Hər yerə baxdım falan, yoxdur. Evdə zəng elədim, görüntülü dedi ki, çöldəyim. Anası da dedi, çöldədim.
Nətər? Dostun getmiş, amma dostun yoxdur evdə, hə. Dedim, onda mən gedim, maması dedi, hə, gələndə gələrsən, neysə çıxdım falan. Tam çıxanda qapıdan pəncərədən onu gördüm, pəncərə qırılmışdı. O da qapqara don geymişdi, amma əslində onun ev paltarı yox idi. Sən də bilirsən, o ev paltarı yoxdur. Sonra mənə gördü, 5-10 saniyə baxdı, gözümü qorxudan tərpənmədim. Onu bir ildir də tanıyıram qızı. Sonra çıxdım, zəng gəldim, görüntülüm. Paklı idi. Bir də gördüm, qar donu gəlir dalınca. Qaçdım, evimiz uzaq deyildi. Hər nəysə, getdim evə, pəncərələri qapını bağladım. Gəldi, həyətə baxdı, həmin varlıq sonra birdən yox oldu. Allah. Sonra birdən yox oldu. Çox qorxmuşdum. Mən olsam beni yani. Ay Allah'ım. Bir gün qorxu filminə baxırdım. Sonra 10-11 iradələrində yatdım. Gecə saat 3-4 iradələrində qorxulu yuxu gördüm. Qorxdum, durdum, pəncərədən çölə baxdım. Mən yenicənin tərpəndiyini gördüm. Sən niyə çölə baxırsan? Umursamadım dedim. Yəqin yuxu olandan sonra gözüm yenicəyə tapıldı. Yenicəyə çox pis tərpənirdim. Qorxdum, çox pis. Qorxdum. Su falan içdim. Biraz keçdikdən sonra uzandım və yatdım. Sabah duranda yenilənçəyin qırıldığını gördüm. Evdəki hər kəsdən soruşdum, ona etmədiyini dedilər. Oh my god. Oh my god, yəni. İnşallah qorxu filminə tək baxıb sonra yatmayın. Ay Allah, tükürümüz biz oldum. Yenilənçək sallanıb sonra da qırılıb. Ay Allah. Allahım. Ay mən bu gecə yata bilməyəcəm. Buraya qədər idi uşaqlar. Umarım əylənmişsinizdir videoma baxanda. Əgər videomu sevdinizsə kanalıma abunə olub videoma like atmağı unutmayın. Özünüzə yaxşı baxın. Xəstələnməyin. Öpdüm. Sağ olun.